Ekber! O Ekber! Ha buraya gel! Ha tezelesene! Gel de. Ha olmur da, görüm. Bir dəqiqə. Verin mənə görüm. Görüm. Kömək eləyin. Çevirin. Çevirək? Ha, çevirin. Ha, gel çevir. Ha. Salam Barış. Salam. Görürsən də kimlərlə işləyirik. Nə var, nə yox? Nasosla əlləşirəm. Nə ilə? İlyas kişinin ideyası məni də xəstələndirib. Bağışla məni, sən axı şəhər uşaqsan. Özün də həmişə bazar üzümü yemişsən. Onu da yəqin ki, özün yox, atan-anan alıb. İndi nə oldu sənə? Baxdım İlyas kişiyə dövranın sürüb, amma 100 il sonranın dərdini çəkir. Özü mənə də qeyrət oldu. Afərin, afərin. Mən də sevinirdim ki, daha texnika sarıdan niyarançılığımız qutardı. Bura bax, mexanik, yaxşısı budur, ya öz işinlə məşğul ol, ya da... Ya da nə? Ya da səndən ayrı cür danışmalı olacam. Bu yersiz, köksüz ideyalar məni bax bura yığıb. Mənim ikinci infarkt keçirməyə oğul, iştaham yoxdur. Səndən də ayrı şey tələb eləmirəm. Texnikanın bir həftə ərzindəki vəziyyəti barədə hesabat ver, vəssalam. Sağ olun, heç olmasa xəbərdar elədiniz. Vallah bilmirəm niyə heç kəs öz işi ilə məşğul olmur. Hamı məsuliyyətdən yaxasını kənara çəkir. Cəmaatın firavanlığı barədə fikirləşsəydiniz, göz yumulu qol çəkərdim dediyinizə. Halbuki elə deyil, görünür nəsə eləməliyik, nəyisə dəyişməliyik. Amma siz, lap yad adam kimi danışırsınız. Ay sağ ol, yaşa vallah. Deməli, mən, Sabit Öməroğlu, neçə ilin sədri, bu kolxoza yadam, amma sən gəlmə ola doğmasan, hə? Qəribədir, elə bil mən göydən gəlib düşmüşəm bura. Vəssalam, apar bərkət yerinə, indi işləməli. Yaxşı. Kərim, haradasan? Sərdən səni axtarıram. Heç utanmırsan. Cəmaat çöldə gübrəsiz qalıb. Səni gözləyirlər. Sən də özünü verirsən daldaya. Nə dişləri ağardırsan? Sənə bir toy tutaram ki, dayan. Neyniyim? Motor xarabdır. Hə? Mexanik, hanı mexanik? Buradayam. Mexanik, bunun maşını necədir? Cağ bacaq. Bura bax, əgər 15 dəqiqədən sonra gübrə sahədə olmasa, özündən küs. Ciyərvi çıxardaram, bildin? Bildim. Sonra deyirlər ki, belə. Bu cür arvadın əlindən qaçmayasan, neyniyəsən? Əzrail də elə bil. Nə baxırsan, mexanik? Sən efslənəndə daha gözəl olursan. Bura bax, çox bilirsən, az danış. Elə niyə? Elə yaxşıdır. Sənin üçün də elə, mənim üçün də. Dayan. Yoxsa incidin məndən dəymə düşər. Acından laf mədəm sıyırır. Mənə demirsən. Salam verik. Xala oğlum, necəsən? Keyfdəsən, ha? Şimdi ha. Hoş Salam gəlmişsiniz. Hey, vaxtın xeyir. Nə var yeməyə? Yaxşı çolpa pulov, Ha, bozbaş, təzə ətdən kabab, ay sağ ol. Pasos qarağın var? tapılar.
Yaxşı gətir gəl də. Göz üstə. Əla. Nuş olsun. Bana bak oradan biraz şaraba getir. Baş. Ha, getir. Bu hayat onunla. Görecek günlerimiz varmış, bir ora bakın. Ata öz kızının oynaşı ilə qol boyun gezir. Kendimizde hiç böyle bir qiriyyətlik olmamıştı. Salam aleyküm. Bu stola baxan kimdir? Deyirəm, bu stola baxan kimdir? Kerim, ben gittim. Akşam görüşürüz. Ver. Hı? Buyursan. Sən baxırsan bu stola? Peki, Abrahaya yaxşı şeydir də, hə? Ama adam da ola. Kişinin başını toğlayıb, cəmaatın gözünün qabağında qızın yoldan çıxartdığı bəsdir. Hələ istəyir buralara gələndə hamı bunun qulluğunda dursun. Gördün də, hə?